Herkese salam. Bugün sizlerle birgə DİM-in yeni nəşr elədiyi 2025-ci il test toplusundan ilk bölmə üzrə, yəni natural ədədlər bölməsi üzrə köhnə test toplusu ilə arada fərq yaratan suallara, yəni əlavə olunan və çıxarılan suallara baxacağıq. Deməli, başlayaq natural ədədlərin ilk yarım başlığına. Natural ədədlərin onluq say sistemində yazılışı. Həmin bu bölməyə yeni əlavə olunan suallar. Başlayaq 7-ci sualdan. 7-ci sualda deyir ki, ardıcıl 100 natural ədədlər arasındakı ən kiçik və ən böyük natural ədədlərin cəmi 629-a bərabərdir. Bu sıradakı ən kiçik ədəd neçədir? Ardıcıl natural ədədlər dediyi üçün mən ilk ədədi n, daha sonra n plus 1, n plus 2 bu şəkildə davam elətdirə bilərəm və bu cür natural ədədlərin sayı 100-dür deyə ən axırıncı, yəni 100-cü natural ədədimiz olacaq n plus 99. Və bu ədədlərdən ən kiçik və ən böyüyünün cəmi, yəni n ilə n plus 99-un cəmi şərti əsasən 629-a bərabərdir. Onu buradan alırıq ki, 2n bərabərdir 629 çıxılsın 99. Bu eləyəcək 2n bərabərdir deməli 530 və n də bərabərdir 265. Və bizə deyir ki, bu sıradakı ən kiçik ədəd neçədir? Biz ən kiçiyini n ilə işarələmişdik. Deməli, ən kiçik ədədimiz olacaq 265. Doğru cavab D variantı. Daha sonra keçək 16-cı suala. A və B natural ədədləri üçün C bərabərdir. A çıxılsın 5, vurulsun 3B üstəgəl 1. Tək ədəd olarsa, AB hasilinin ən kiçik qiymətini tapın. Deməli, C natural ədədi tək ədəddir. Tək ədəd olması üçün bu hasildəki vuruqların hər biri tək olmalıdır. Əgər bunlardan ən az biri cüt olarsa, onda C ədədi cüt ədəd olacaqdır. Deməli, A çıxılsın 5-də tək ədəd olmalıdır. 3B üstəgəlsin 1-də tək ədəd olmalıdır. Və bunların tək ədəd olması üçün biz AB hasilinin ən kiçik qiymətini axtarırıq deyə A və B-yə mümkün qədər kiçik qiymətlər verməliyik. Ən kiçik tək ədədimiz aydın məsələdir ki, natural ədədlərdən söhbət gedir 1-dir. Ona görə mən A çıxılsın 5-i 1-ə bərabər qoysam, alıram ki, A bərabərdir 6. Deməli, A-nın ən kiçik qiyməti 6-dır. Baxaq indi 3B plus 1 ədədinə. Biz burada B-yə mümkün qədər kiçik, B-yə 1 qoysaq, alacağıq 3 üstəgəl 1, 4. 4 cüt ədəddir deyə bunu götürməyəcəyik. B-yə 2 qiymətini qoysaq, alacağıq 3 vur 2, 6 üstəgəl 1, 7. 7 tək ədəddir deyə bu bizim şərti ödəyir. Deməli, B-nin ala biləcəyi ən kiçik qiymət 2, A-nın da ala biləcəyi ən kiçik qiymət 6-dır. Onda AB hasilinin ən kiçik qiyməti olacaq 12. Yəni, doğru cavabımız 12. Keçək 17-ci suala. A, B və C natural ədədləri üçün verib ki, 2A üstəgəlsin B üstəgəlsin C böl 8 bərabərdir 50 olarsa, B-nin ala biləcəyi ən böyük qiyməti tapın. Baxın, bu cəmdə 3 dənə toplanan 50-yə bərabərdir. B-yə mümkün qədər böyük qiymət tapmalıyıq. Yəni, biz B-nin ən böyük qiymətini axtarırıq. Buna görə də 2A və C böl 8 ədədləri mümkün qədər kiçik olmalıdır ki, bu 3 toplanandan ən böyüyü B olsun. İndi baxıram, C böl 8 bu natural ədəddir, yəni cəm 50-ni verib, A və B də natural ədəddir. Deməli, C 8-ə bölünən bir natural ədəd olacaq. 8-ə bölünən ən kiçik natural ədədimiz ilə 8 olduğu üçün, deməli, C-nin minimum qiyməti, yəni ən kiçik qiyməti 8-dir. A-ya da biz minimum 1 versək, ən kiçik qiyməti, onda alarıq ki, B bərabərdir 50 çıxılsın 2 vur 1, yəni A 2A çıxılsın C böl 8, yəni 8 böl 8. Bunu da hesablasaq, eləyir 50 çıxılsın 3, yəni 47. Deməli, B-ni ala biləcək ən böyük qiymət 47-dir. Keçək 18-ci suala. Deməli, 18-ci sualda verib AB çıxılsın BA bölünsün A çıxılsın B üstəgəl A üstəgəl B bərabərdir 21 şərtini ödəyən AB 2 rəqəmli ədədlərin sayını tapın. Birinci kəsrin sürətinə baxaq. AB-ni biz 10A üstəgəl B şəklini yaza bilərik. Çıxılsın 10B çıxılsın A bölünsün A çıxılsın B üstəgəl A üstəgəl B bərabərdir 21. 10A çıxılsın A aydın məsələdir ki 9-a. B çıxılsın 10B eləyir 9B mənfi 9B bölünsün A çıxılsın B üstəgəl A üstəgəl B bərabərdir 21. Sadələşdirsək 9 vurulsun A çıxılsın B bölünsün A çıx B üstəgəl A üstəgəl B bərabərdir 21.
Burada açıq b'lər ixtisar gedir. Alıram ki, a üstə gəl b bərabərdir 21 çıxılsın 9, yəni 12. İndi baxaq. Cəmi 12 olan 2 dənə natural ədəd, amma a və b rəqəm olmalıdır. Yəni 1-dən 9-a kimi ədədlər ola bilər. 0 da ola bilməz, çünki onlardan ədəd başlayır. Yəni 0-la başlayan bir ədədimiz yoxdur deyə 0 qiymətini götürməyəcəyik. Deməli, bu ola bilər 3, 9, 4, 8, 5, 7, 6, 6, 7, 5, bunların əksi 8, 4 və 9, 3. Mümkün hallarımız budur. Lakin burada bir məsələ var ki, məxrəcdə a üstə gəl b var deyə burada a mütləq a minus b daha doğrusu a mütləq ki b-dən fərqli olmalıdır ki, həmin fərq 0 verməsin. Çünki əks halda məxrəc 0 olacaq və 0-a bölünməməlidir, təyin olunmayıb. Ona görə də buradan 6, 6 halını çıxırıq. AB 2 rəqəmli ədədlər olacaq 39, 48, 57, 75, 84 və 93. Belə ədədlərin sayı da olur 6 dənə. Yəni doğru cavabımız olacaq 6. Keçək 19-cu suala. 3 rəqəmli ədədin 1%, onun rəqəmləri cəminə bərabərdir. Bu 3 rəqəmli ədədin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin fərqini tapın. Deməli, 3 rəqəmli ədəd götürək. ABC ədədin 1%, ABC ədədinin 1% vurulsun 1 bölünsün 100 bərabərdir rəqəmləri cəminə. Yəni A üstə gəl, B üstə gəl, C-yə. İndi sadələşdirək. ABC-ni mən 100A üstə gəl 10B üstə gəl C şəklində göstərə bilərəm. Bu bərabərdir 100 vurulsun A üstə gəl B üstə gəl C. Baxaq, 100A üstə gəl 10B üstə gəl C bərabərdir 100A üstə gəl 100B üstə gəl 100C. 100A hər iki tərəfdə gedir. Alıram ki 10B-ni sağ tərəfə keçirsək, alaram ki 90B üstə gəl 99C bərabərdir 0. Və hər tərəfi 9-a bölsəm 10B üstə gəl 11C bərabərdir 0. Baxın burada A, B, C aydın məsələdir ki, müsbət ədədlərdir. Müsbət olmalıdır və mənfi ədədlər ola bilməz. Və burada 10B üstə gəl 11C cəmi 0 verib. Mənfi ədədlər ola bilməzsə, bu cəmin 0 olmasının yeganə halı var ki, B də, C də hər ikisi eyni anda 0-a bərabər olsun. Çünki müsbət ədəd olarsa, bu cəm aydın məsələdir ki, heç vaxt 0 ola bilməz. Mənfi ədədlər də zaten nəzərə almayacağıq. Deməli, yeganə hal B və C-nin 0 olma halıdır. Deməli, B-nin də C-nin də 0 aldıq. A-nın qiyməti haqqında hər hansı bir şərt verilməyib və bizə sualda deyir ki, 3 rəqəmli ədədin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin fərqini tapın. ABC ədədində A-nın ala biləcəyi ən böyük qiymət aydın məsələdir ki, 9-dur. Ala biləcəyi minimum qiymət isə 1-dir. Deməli, bu ədəddən 3 rəqəmli ədədin ən böyük ala biləcəyi ən böyük qiymət 900-dür. Ən kiçik ala biləcəyi qiymət isə 100-dür. Bunların da fərqi bizə verəcək 800. Yəni doğru cavabımız olacaq 800. Keçək 26-cı suala. Deməli, 26-cı sualda nə verib? AB üstə gəl BA üstə gəl A üstə gəl B kiçikdir 84 olarsa, AB hissəsinin ala biləcəyi ən böyük qiyməti ilə ən kiçik qiymətin cəmini tapın. İlk öncə sadələşdirək. 10A üstə gəl B üstə gəl 10B üstə gəl A üstə gəl A üstə gəl B kiçikdir 84. 10A plus da burada 2 dənə A var. Olur 12A və oxşar olaraq üstə gəl 12B kiçikdir 84. Hər tərəfi 12 bölsək A üstə gəl B kiçikdir 84 bölü 12, yəni 7-dən. A üstə gəl B 7-dən kiçikdirsə, deməli ala biləcəyi ən böyük natural qiymət A üstə gəl B-nin maksimum qiyməti olacaq 6. İndi baxaq. A üstə gəl B cəmi 6-dırsa, bu ola bilər 1, 5, 2, 4 və 3, 3. Deməli, bizdə soruşur AB hasilinin. Bu üçündən hasili ən böyük olan aydın məsələdir ki, 3, 3 olan haldır ki, hasil verir 9. Deməli, bu 9 bizdə oldu maksimum qiymət. İndi baxaq minimuma. A üstə gəl B-nin ala biləcəyi minimum qiymət 2 olacaq. Nəyə görə? 1 olsa, gərək ən azı biri 1, digəri 0 olsun. Ki, burada A və B hər ikisi ilə ədəd başlayır deyə 0 ola bilməz. Ona görə biz 1-i götürməyəcəyik. Minimum ala biləcəyi qiymət 2-dir və belə
Cəminin 2 olması üçün də hər ikisi eyni anda 1-ə bərabər olmalıdır. Belə olan halda da hasil olur 1. Deməli, AB hasilini ala biləcəyi ən kiçik qiymət 1, ən böyük qiymət isə 9-dur. Və bizdən də sual deyir ki, ala biləcəyi ən böyük qiymət ilə ən kiçik qiymətin cəmini tapın. Yəni 9 ilə 1-in cəmi eləyəcək 10. Doğru cavabımız 10. Keçək 27-ci suala. 27-də deyir ki, ədədin son rəqəmini tapın. A bərabərdir 12 üstü 223 vurulsun 7 üstü 56 üstə gəlsin 19 üstü 25. Baxaq növbəli şəkildə 12 üstü birinci başlayaq 223 ədədindən. 12 üstü 1 bu verəcək 12. 12 üstü 2 12-ni 12-yə vuranda bizi sadəcə son rəqəm maraqlıdır. 2 vur 2 olacaq 4. 12 üstü 3 bu 4'ü vuracaqsınız 2 son rəqəm 8 olacaq. 12 üstü 4 verəcək 8 vur 2-dən 16 son rəqəm 6 ilə bitəcək. 12 üstü 5 verəcək bizə 6 vur 2 təzədən sonu yenə 2. Baxın bir dənə dövr burada 4'dür. Sonrakılar yenə 2, 4, 8, 6 kimi davam edəcək. İndi biz 223 ədədini deməli 4'ə bölsək qalıqda qalır 24'ə bölünür də qalıqda qalır 3. Qalıqda 3 qalırsa, deməli son rəqəmi başdan başlayırıq. 1, 2, 3, yəni 8-dir. 12 üstü 223-ün son rəqəmi deməli olur 8. Deməli, baxaq eyni qayda ilə 7 üstü 56 ədədinə. 7-nin üstü qüvvətləri. 7 üstü 1, 7, 7 üstü 2, sonu bitəcək 9-la. 7 üstü 3, sonu bitəcək 9 vur 7, 63 eləyirik 3-lə. Daha sonra 7 üstü 4 3 vur 7 sonu bitəcək 1-lə və 7 üstü 5 sonu bitəcək 7 ilə. Yenə 7, 9, 3, 1. Baxın bura. Bunun da dövrü 4'dür. Bunda da 4'dür. Üstü qüvvətə baxırıq 56. 56-nı 4'ə böləndə qalıqda qalır 0. Qalıqda 0 qalırsa deməli ən axırıncını götürəcəyik. Sonu olacaq 1. Yəni 7 üstü 56 ədədinin son rəqəmi 1-dir. Bu 1. Birinci 8. İndi baxaq eyni qaydanı tətbiq eləyək 19-a. 19 üstü 1, 19. 19 üstü 2, son rəqəmi 1. 19 üstü 3, son rəqəmi 1 vur 9, 9. Burada baxın dövrü 2-dir. 9, 1, 9, 1 bu şəkildə. İndi 25'i 2'yə bölsək qalıqda qalır 1. Qalıqda 1 qalır deyə son rəqəmimiz olacaq burada 9. Yəni 19 üstü 25 ədədinin son rəqəmi 9'dur. İndi baxaq verilən ifadəyə. A-nın yerində yazırıq 8 vurulsun 1 üstə gəlsin 9. Bu eləyir 17 ki bunun da son rəqəmi 7'dir. Ona görə doğru cavabımız olur 7. Bu 27-ci sual. Keçək 30-cu suala. Uyğunluğu müəyyən edin. A və B rəqəmləri üçün uyğunluğu müəyyən edin. Baxaq birinciyə. Verib A, B çıxılsın B, A bərabərdir 4A çıxılsın 3B. Gəl sadələşdirək. 10A üstə gəl B çıxılsın 10B çıxılsın A bərabərdir 4A çıxılsın 3B. Sadələşdirək. 9A çıxılsın 9B bərabərdir 4A çıxılsın 3B. Onda alıram ki 5A bərabərdir 6B'yə. Bu da yeganə hal var ki A bərabər 6 olsun, B bərabər 5 olsun. Baxaq, belə olanda A üstə gəl B cəmi olur 11, yəni Y variantı. Və A çıxılsın B fərqi 1 eləyər. Və bu da yoxdur variantlarda, ona görə keçirəm ikinciyə. İkincidə verib A, B bərabərdir 4A üstə gəl 8B. Yenə 10A üstə gəl B bərabərdir 4A üstə gəl 8B. Sadələşdirsək 6A bərabərdir 7B. Yeganə hal A bərabər 7, B bərabər 6 olandadır. Belə olanda cəm olur 13, 2'ye gedir A variantı. Fərqi olur A çıxılsın B 1. Ki bu da yoxdur variantlarda. Ona görə 2'ye yalnız A variantı. Baxaq üçüncüyə. Gəlin aşağıdan yazım. Üçüncüdə verib deməli A, B 3 çıxılsın A, B bərabərdir 228. Sadələşdirsək 100A üstə gəl 10B üstə gəl 3 çıxılsın 10A çıxılsın B bərabərdir 228. 100A çıxılsın 10A eləyir 90A.
üstə gəl 9b bərabərdir. 3'ü sağ tərəfə keçirsək 225. Hər tərəfi 9'a bölsək 10a üstə gəl b bərabərdir. Bərabərdir eləyir 25. 25. 10a üstə gəl b yəni ab ədədi bərabərdir 25. Onda a bərabər 2, b bərabərdir 5. Belə olan halda a üstə gəl b cəmi bərabər olur 7'yə, yəni C variantı. Bir də b çıxılsın. A fərqi bərabər olur 2'yə. B çıxılsın, daha doğrusu 3'ə. Buna da gedir D variantı. Deməli aldıq ki 1'ə Y, 2'ə A, 3'ə C'dir. Bu belə. Çıxarılan suallar ki, hansılar ki əvvəlki topluda var idi, onlar bunlardır. Çıxarılıb deyə bunların üstə qalmayacağım. Keçirəm. Natural ədədlərin ikinci yarım başlığına, yəni natural ədədlərin toplaması, çıxılması, vurulması və bölünməsi. Baxaq 15-ci suala. A və B natural ədədləri üçün 4A üstə gəl 5B cəmi 90 olarsa 5A üstə gəl 4B cəminin ala biləcəyi ən böyük qiyməti tapın. Maksimum qiymət. Biz bu cəmin ala biləcəyi maksimum qiyməti axtarırıq deyə burada baxıram, vuruqlarda burada 5'dir, əmsalda burada 4'dür. Ona görə A mümkün qədər böyük olmalıdır, B kiçik olmalıdır. Yəni B-ni kiçik, A-nı isə mümkün qədər böyük götürməliyik ki, A-nın əmsalı daha böyükdür. Vuranda və nəticədə onları toplayanda ən böyük qiyməti alaq. İndi burada fikir verək. 4A üstə gəl 5B bərabərdir 90'a. Biz A-ya mümkün qədər böyük qiymət və B-yə də mümkün qədər kiçik qiymət verməliyik. B-nin ala biləcəyi ən kiçik qiymət, məsələn, B-yə 1 versək, alacağıq 4A bərabərdir 90 çıxılsın 5, yəni 85. Ki 85 4'ə bölünmür. Ona görə bu halı götürə bilmərik. B-yə 2 versək, 5 vur 2 10 bərabərdir 90, 4A bərabərdir 80 və A bərabərdir 20. Bunu götürə bilərik. Deməli A-nın ala biləcəyi maksimum qiymət 20'dir. B-nin ala biləcəyi minimum qiymətdə belə olanda 2 olur. Gətirib bizə verilən ifadədə yerinə qoysaq, yəni 5A üstə gəl 4B-ni hesablasaq, eləyir 100, üstə gəl 4 vur 2 8. Yəni cavab olur 108. Keçək 16-cı suala. 16-cı sualda bununla eyni tipdədir. Baxaq 6A üstə gəl 7B bərabərdir 103 olarsa 7A üstə gəl 6B-nin ala biləcəyi ən böyük qiymət axtarırıq. Yəni baxıram, bunun əmsalı 7'dir, bunun əmsalı 6'dır. Böyük olması üçün A mümkün qədər böyük olmalıdır. B isə kiçik olmalıdır. Kiçik olmalıdır ki, bunları toplayanda alacağımız cavab ən böyük olsun. İndi bizə verilən tənliyə baxaq, bərabərliyə daha doğrusu. 6A üstə gəl 7B bərabərdir 103. A mümkün qədər böyük olmalıdır, B isə ən kiçik. B-yə ən kiçik 1 versək, 6A bərabər olur 100'ü çıxılsın 7. Yəni 96. Onda A da bərabər olacaq 96 böl 6'ya, yəni 16. Deməli A-nın ala biləcəyi ən böyük qiymət 6, B-yə də belə olanda 1 qiyməti düşür ki, bu ödəyir bizim verilən bərabərliyi. Onda 7A üstə gəl 6B-nin ən böyük qiyməti 7 vur 16 üstə gəl 6 vur 1 olacaq. Bunu da hesablasaq eləyir 16 vur 7 112 üstə gəl 6, yəni 118. Cavabımız olacaq 118. Baxaq 17-ci suala. Deməli 17. A və B ədədləri üçün uyğunluğu müəyyən edin. A, B çıxılsın BA bərabərdir 3A çıxılsın 2B. Sadələşdirək. 10A üstə gəl B çıxılsın 10B çıxılsın A bərabərdir 3A çıxılsın 2B. 9A çıxılsın 9B bərabərdir 3A çıxılsın 2B. Alıram 6A bərabərdir 7B-yə. Onda A bərabər 7, B bərabərdir 6. Cəmi olacaq 13, Y variantı və A çıxılsın B fərqi bərabərdir 1, C variantı. İkinciyə baxaq. Bu birinci idi. A, B bərabərdir 7A üstə gəl 6B. Sadələşdirək. 10A üstə gəl B bərabərdir 7A üstə gəl 6B. Alıram 3A bərabərdir 5B. Onda A bərabərdir 5, B bərabərdir 3 olar. Belə olan halda cəm olur 8, fərq olur 2. Cəm 8 yoxdur, fərq 2 A variantındadır.
3'ə baxaq. A, B 5 ədədi çıxılsın A, B ədədi bərabərdir 266. Bu deməli sadələşdirsək 100A üstəgəl 10B üstəgəl 5 çıxılsın 10A çıxılsın B bərabərdir 266. İndi 100A çıx 10A eləyir 90A. 10B çıxılsın B eləyir 9B bərabərdir 266 çıx 5 261. Hər tərəfi 9'a bölsəm alıram 10'a üstəgəl B bərabərdir 261 böl 9 yəni 29. Onda alıram ki A, B ədədi 29'a bərabərdir yəni A2 B isə 9'dur. A2 B 9'dursa o zaman bunların cəmi eləyəcək 11. Hansı ki variantlarda yoxdur. Fərqi isə verəcək 7. Buna da uyğun gəlir D variantı. Deməli aldıq ki 1'ə C'yə, 2'yə A, 3'ə D gedəcək. Toplanma, çıxma, vurulması bölünməsində çıxarılan suallar bunlardır. Çıxarılıb deyə bunları keçirəm. Gəlir natural ədədlərin bölünmə əlamətləri qalıqlı bölmə. Yeni əlavə olunan suallar deməli 16-cı. Sual A, 2B, 6C. Ədədi 12'yə bölünərsə ABC A üstəgəl B üstəgəl C ifadəsinin ala biləcəyi ən kiçik qiyməti tapın. Ədədi 12'yə qalıqsız bölünməsi üçün bu ədəd həm 3'ə, həm də 4'ə qalıqsız bölünməlidir. Baxın, burada hasili 2 və 6 kimi götürə bilmərik ki, həm 2 həm də 6'ya bölünər dedilər. 12'yə qalıqsız bölünür. Nəyə görə? Çünki 6'nın elə bölünmə əlamətinin özündə həm 2 həm də 3 var. Biz burada yazacağımız ədədlər mütləq bir-biri ilə qarşılıqlı sadə ədəd olmalıdır. Yəni onların hər hansı bir ortaq vuruğu olmamalıdır. Ona görə də 3 və 4 kimi seçirik. İndi baxaq. 3 və 4. 4'ə bölünmə əlamətindən bilirik ki, son 2 rəqəmi ədədin 4'ə bölünməlidir. Onda C-nin ala biləcəyi qiymətlər 0, 4 və 8 olur. İndi baxaq. 3'ə bölünmə əlaməti isə odur ki, rəqəmlər cəmi 3'ə qalıqsız bölünməlidir. Əgər C 0 olarsa, rəqəmlər cəmi olacaq 8 üstəgəl A üstəgəl B. Və 3'ə qalıqsız bölünməsi üçün bu cəm olacaq 9. Onda belə olan halda alırıq A üstəgəl B bərabərdir 1. Əgər C 4 olarsa, rəqəmlər cəmi olacaq 12 üstəgəl A üstəgəl B. 3'ə qalıqsız bölünməsi üçün A üstəgəl B cəmi bərabər olmalıdır 6'ya. Ki 18 olsun. Əslində 15 də götürə bilərik. Ona görə A üstəgəl B-yə 3 də götürə bilərik. 3'ə bölünmədə bəli 15, 18. A üstəgəl B cəmi 0 olsa da bölünür. Lakin biz 0 götürə bilmərik. Ona görə ki A üstəgəl B cəmi natural ədədlərdən söhbət gedir. 0 olanda ancaq 0 halı ödənir. Aynı anda ədəd başlayır deyə 0'ı qəbul edə bilmərik. Deməli C bərabər 4 olanda A üstəgəl B cəmi 6 da ola bilər, 3 də ola bilər. C bərabər 8 olarsa o zaman olacaq 16 üstəgəl A üstəgəl B. O zaman buradan alarıq ki, A üstəgəl B cəmi bərabər ola bilər 2'yə. 3'ə bölünməsi üçün başqa 5'ə 21 olarsa. Əslində burada bu böyükləri tapmamıza ehtiyac yoxdur. Çünki biz A üstəgəl B üstəgəl C-nin ala biləcəyi ən kiçik qiymət axtarırıq. İndi baxaq. Ala biləcəyi ən kiçik qiymət burada əslində birinci halda oldu. C bərabər 0, A üstəgəl B də 1'ə bərabər olanda. A üstəgəl B cəmi 1 olanda A'nın 1, B-nin isə 0 qiymətini nəzərə alırıq. Ona görə də A üstəgəl B üstəgəl C cəminin ən kiçik qiyməti 1 üstəgəl 0, yəni 1 eləyir. Bu şəkildə 17-ci sual. Rəqəmləri fərqli olan 2 rəqəmli ədədi 5'ə böldükdə qalıq ən böyük olarsa bu şərti ödəyən neçə 2 rəqəmli ədəd var? Rəqəmləri fərqli olan 2 rəqəmli ədəd. AB. Bunu 5'ə böldükdə qalıq ən böyük ola bilər 4. Qalıq çünki həmişə böləndən kiçikdir. Bu şərti ödəyən 2 rəqəmli ədədlər. Deməli AB ədədimiz bərabərdir 5K üstəgəl 4'ə. Baxaq, bu ədədimiz ola bilər 2 rəqəmli 14. K-ya 3 versək 19. K-ya 4 versək. Deməli K-ya 4 versək 5 vur 4 20, 24. K-ya 5 versək 29. Burada diqqət eləyin, ədədlər hər biri 5 vahid artır. Ən böyük halda K-ya ən çox 2 rəqəmli ədədlərdir deyə 19 versək 95 üstəgəl 4 99 olacaq.
Baxın, belə ədədlərin sayı 14, 19, 24, 29, 99. Bunlar ədəd seslə əmələ gətirildiyi ədədlərin sayı bərabər olacaq. Sonuncu çıx başlanğıc bölünsün aradakı fərq, yəni 5 üstəgəlsin 1. Bu bizə verəcək deməli 99 çıx 14 eləyəcək 85 böl 5, 17 üstəgəl 1, 18. Sadəcə olaraq burada bir məqam var. Bizə deyir ki, rəqəmləri fərqli olan 99-u bu sırada çıxmalıyıq. Bir də burada çıxacaq 44 ədədini. 44 ədədində 4-ə böləndə, daha doğrusu 5-ə böləndə qalıqda 4 qalır. Bu da yəni həmin sırada var. Bunu çıxacaq. Qalan iki rəqəmli rəqəmləri eyni olan ədədlər 22, 33, 55, 66, 77 və 88. Bunların hər biri verilən bu şərti ödəyir. Ona görə bunları saxlayırıq. 18 dənə ümumi ədəd var idi. Onlardan 2 dənəsi, yəni 44 ilə 99 bu şərt ödəmədi deyə bunları da çıxırıq. Ümumi sayımız olur 16. Keçid alaq 26-cı suala. 7-yə bölündükdə qalıqda 4 alınan ədədlər 3-ə tam bölünürsə, bu şərti ödəyən iki rəqəmli ədədlərdən ən kiçik və ən böyüyün cəmini tapın. 7-yə bölündükdə qalıqda 4 alınan ədədlər. Ən kiçiyi iki rəqəmli ədədlərdən söhbət gedir. 11-dir. 11 3-ə qalıqsız bölünmür deyə ədədimiz belə deyək də, x bərabərdir 7k plus 4 şəklində, ümumi şəkildə bu şəkildə göstərək. K-ya 1 verəndə 11 alınır ki, 3-ə bölünmür deyə bunu götürmürəm. K-ya 2 verəndə 14 üstəgəl 4, 18. Deməli, x-in ən kiçik qiyməti 18-dir, çünki 18 3-ə tam bölünür. Və baxaq ən böyüyünə. Ən böyük iki rəqəmli ədəd. Biz burada k-ya ən çox verə bilərik 13. 7 vur 13 üstəgəl 4 eləyir 90, 1 üstəgəl 4, 95. 95 ədədi 3-ə tam bölünmür, ona görə bunu götürmürəm. 13-dən bir vahid az, 12 götürsə 7 vur 12 üstəgəl 4. 12 vur 7, 84 üstəgəl 4, 88. Bu da bölünmür 3-ə, ona görə götürmürəm. 7 vur 11 üstəgəl 4. 7 vur 11, 77 üstəgəl 4. Eləyir 81. 81 ədədi 3-ə tam bölünür. Deməli, ala biləcək ən böyük qiymət də, yəni x-in maksimum qiyməti 81 olacaq. Ən böyüyü 81, ən kiçiyi 18. Bunların cəmi eləyəcək 99. Cəmimiz oldu 99. Baxaq 30-cu suala. N ədədini 35-ə böldükdə natamam qismətdə m, qalıqda m kub alınarsa, n-in ən böyük qiymətinin rəqəmləri cəmini tapın. 30-cu sualda n ədədini 35-ə bölmüşük, natamam qismətdə m alınıbsa, o zaman biz ədədi 35m üstəgəl m kub şəklində göstərə bilərik. Burada bir məqam var ki, qalıq həmişə böləndən kiçikdir, yəni m kub kiçik olmalıdır 35-dən. O zaman m-in ala biləcəyi minimum qiymət 1, maksimum qiymət isə bərabər olacaq 3-ə. Onda belə çıxır ki, n-in ala biləcəyi minimum qiymət bərabər olacaq 35 vurulsun 1 üstəgəl 1, yəni 36. N-in ala biləcəyi maksimum qiymət isə bərabər olacaq 35 vur 3 üstəgəl 3 üstü 3, yəni 27. Bu da eləyir 35 vur 3, 105 üstəgəl 27, 132. Yəni biz də n-in ən böyük qiymətini axtarırıq deyə, daha doğrusu ən böyük qiymətin rəqəmləri cəmi. 132-nin rəqəmləri cəmi 1 üstəgəl 3 üstəgəl 2 eləyəcək 6. Doğru cavabımız olacaq 6. Bunlar olur çıxarılan suallar qalıqlı bölmə hissəsindəki. Keçək ən axırıncı bölməyə, yəni natural ədədlərin sadə bloklara ayrılışı, əbub, əkub olan bölmə. Yeni əlavə olunan suallar 20-ci. 20-yə baxaq. Əkub verib ki, AB sistemdir. Çıxılsın əbub AB bərabərdir 45. Əkub AB üstəgəlsin əbub AB bərabərdir 55. Tənliklər sistemindən AB hasilini tapın. Bunları tərəf-tərəfə toplasaq, 2 əkub AB bərabər olur. Deməli, 45 ilə 55-in cəminə, yəni 100-ə. Onda əkub AB bərabərdir 100 böl 2, yəni 50. Əkub 50-dirsə, gətirib tənliklərin hər hansı birində yerinə qoysaq, əbub AB bərabər olacaq 5-ə.
Və biz də bilirik ki, AB hasili əkyob AB ilə əbob AB-nin hasili şəklində göstərilə bilər. Onda bu hasil bərabər olacaq 50 vur 5-ə, yəni 250-yə. Doğru cavabımız olacaq A variantı. 47-ci sual. Deməli, verib ki, ədədləri yazıldığı ardıcıllıqla artan ardıcıl natural ədədlərdir. Artan ardıcıl natural ədəd, yəni bir-birindən sadəcə bir vahid fərqlənir. Yəni 3n çıx 5-in üstünə biz 1 gəlsək, alacağıq 4m çıx 1-i. Eyni ilə 4m çıx 1-in üzərinə 1 gəlsək, alacağıq 2n üstə gəl 6-na. Çünki ardıcıl natural ədədlərdir. Əkyob m-ni tapın. Baxaq, birinci tənlikdən alıram 3n çıxılsın 4 bərabərdir 4m çıxılsın 1. Buradan alıram ki 4m bərabərdir 3n çıxılsın 3-ə. İkinci tənlikdən alıram ki 4m bərabərdir 2n plus 6-ya. Bu ikisindən alacağım 3n çıxılsın 3 bərabərdir 2n plus 6-ya. Yəni n bərabərdir 9-a. N'in qiymətini tapdım 9. Gətirəm m-i hesablamaq üçün. 4m bərabərdir 2n üstə gəl 6. 2 vur 9. 18 üstə gəl 6. 24. Onda m bərabər olur 24 böl 4. Yəni 6. Biz də axtarırıq əkyobu. Əkyob mn 6, 9. Baxaq 3'ü çıxartsaq 2, 3. Əkyob o zaman bizə verir 3 vur 2 vur 3. Yəni 18. Əkyobumuz olacaq 18. Baxaq 48-ci suala. Deməli verib ki A bərabərdir 5n, B bərabərdir 3m üstə gəl 6. Yenə bunlar və C bərabərdir 6n çıxılsın 4 ədədləri ardıcıl cüt natural ədədlərdir. Ardıcıl cüt natural ədədlər bir-birindən 2 vahid fərqlənən ədədlərdir. Yəni 5n üstə gəl 2 bərabər olmalıdır 3m üstə gəl 6-ya və 3m üstə gəl 6-nın da üstünə 2 gələndə mən almalıyam 6n çıxılsın 4-ü. Gəlin yenə sadələşdirək. Birinci tənlikdən alacağım ki 5n çıxılsın 4 bərabərdir 3m. İkinci tənlikdən alacağım 3m bərabərdir 6n çıxılsın. Bu tərəfdə 8 sağa keçirsək mənfi 12. Deməli bu ikisindən də alıram ki 5n çıxılsın 4 ilə 6n çıxılsın 12 bir-birinə bərabərdir. Onda alıram ki n bərabərdir 8-ə. Gətirib m-in qiymətini hesablasam 3m bərabərdir 5 vur 8 40. 40 çıx 4. 36. Onda m bərabər olur 12-yə. M bərabər 12-dir. N də bərabər 8-dir. Mənə deyir əkyob m-ni tapın. Yəni əkyob 12 və 8. 4'ü çıxartsaq 3, 2. Hasil eləyir 24. Deməli əkyobumuz olacaq 24. Doğru cavab 24. 49-cu sual. Bu da yeni əlavə olunan sualda. AB üstəgəl BA cəmi ilə M natural ədədinin ortaq sadə vuruğu yoxdur. Əkyob AB üstəgəl BA M bərabər 154 M olarsa, ən kiçik AB ədədini tapın. Ortaq sadə vuruğu yoxdursa, deməli qarşılıqlı sadə ədədlərdir və o zaman onların əkyobu onların hasilinə bərabər olur. Gəlin cəmə baxaq. AB üstəgəl BA. Bu bərabərdir 10A üstəgəl B üstəgəl deməli 10B üstəgəl A bərabərdir 11 vurulsun A üstəgəl B. 11 vurulsun A üstəgəl B ədədi və M. Əkyobu onların hasili 11M vurulsun A üstəgəl B bərabər olmalıdır 154 M-ə. Hər tərəfdən M-lər gedir. 11'ə bölsək A üstəgəl B bərabər olur 1, 4, 14'ə. A üstəgəl B 14'dür. Onda baxaq. Bir rəqəmli ədədlərin cəmi şəklində olmalıdır. 1, 13 götürə bilmərəm. 2, 12 götürə bilmərəm. 3, 11 olmaz, 4, 10 olmaz. Deməli 5, 9, 6, 8, 7, 7 ala bilərəm. Və bunların tərsi 8, 6 və 9, 5. Bunlar mümkün hallarda. Bizə deyir ki, ən kiçik AB ədədini tapın. AB ədədinin ən kiçiyi olacaq 59. Yəni doğru cavabımız 59. Baxaq bu bir tərəfdəkinə. 38 n natural ədədi üçün bu ifadə bərabər 5 olarsa n-i tapın. Baxın burada. Burada deməli əbob. Mənə verilən ifadədə n kvadrat üstəgəl 5n üstəgəl 6-nın yerinə mən vuruqları ayırsam n üstəgəl 2 vurulsun n üstəgəl 3 şəklində göstərə bilərəm. Hasili 6, cəmi 5. 2 və 3'dür deyə. n kvadrat üstəgəl 6 n üstəgəl 8-i də mən n üstəgəl 2 vurulsun n üstəgəl 4 şəklində göstərə bilərəm.
Hasili 8, toplayanda 6. Bu bərabərdir 5'e. Baxın indi burada hər ikisində n üstəgəl 2 var. Mən bunu çıxardıram. N üstəgəl 2 vurulsun əbob. Qalır n üstəgəl 3 və n üstəgəl 4. N üstəgəl 3 ilə n üstəgəl 4 ədədləri ardıcıl ədədlərdirlər deyə bunların ortaq vuruğu olmayacaq. Qarşılıqlı sadə ədədlər olacaqlar və onların əbobu 1 olacaq. Deməli mən alıram ki n üstəgəl 2 bərabərdir 5'e, yəni n bərabərdir 3'e. Solda n soruşur. N bərabər 3. Doğru cevabımız olacaq 3. 39-cu sual 120 və 180 ədədlərinin ortaq natural bölənlərinin sayını tapın. Ortaq natural bölənlərinin sayı. Baxın bunların hər ikisi 60'a qalsız bölünür. Böləndə 2, 3. 60 bunların ən böyük ortaq bölənidir, yəni əbobudur. Amma bu demək deyil ki, ortaq bölənləri təkcə 60'dır. 60 onların içində ən böyüdür. Ortaq bölənlərin sayı elə 60'ın natural bölənlərinin sayına bərabər olacaq. 60'ı biz vuruqlarına ayırsaq, gəlin belə yazaq. Bunu 6 vur 10 kimi göstərə bilərəm. 6'nı 2 vur 3, 10'u 2 vur 5. Deməli 60 2 üstə 2 vurulsun 3 vurulsun 5 deməkdir. Natural bölənlərin sayı onda bərabər olacaq. 2 üstə gəl 1 vurulsun 1 üstə gəl 1 vurulsun 1 üstə gəl 1. Üstü qüvvətləri 1 vayda artırıb hasilini tapırıq. Deməli bu da eləyəcək 3 vur 2 vur 2. Yəni 12. Doğru cavabımız onda olacaq 12. 40-cı sual. A bərabərdir 2 üstü n vurulsun 3 üstü m ədədinin sadə vuruqlarının sayı 8. Sadə vuruqların sayı üstü qüvvətlərin cəmidir. M üstəgəl n 8'dir. Natural bölənlərinin sayı üstü qüvvətləri 1 vayda artırıb hasilini tapırıq. N üstəgəl 1, m üstəgəl 1 bərabər 24 olarsa m minus n fərqinin deməli modulunu tapın. Baxaq bura. İkinci tənliyi sadələşdirsək, mn üstəgəl m üstəgəl n üstəgəl 1 bərabərdir 24 alıram. M üstəgəl n-in yerinə yazıram 8. M-in deməli bərabərdir 8 üstəgəl 1 9, 24 çıx 9, 15. Hasili 15, cəmi isə 8. Aydın məsələdir ki, bu 3 və 5 ədədləridir. Bunların da fərqinin modulu bizə verəcək 2. Doğru cavabımız 2. 41-ci sual. Əbob deməli yenə ifadə verilib 15 olarsa, əkö bu ifadənin son rəqəmini tapın. Fikir verin burada ifadədə. Əbob n kvadrat çıx 9. Mən bunu göstərə bilərəm. N çıx 3 vurulsun n plus 3. N kvadrat üstəgəl n çıxılsın 12. Hasili mənfi 12 toplayanda müsbət 1. Bu eləyir n üstəgəl 4 n çıxılsın 3. Bu şərtə əsasən 15'e bərabərdir. Baxın yenə n üstəgəl 3 hər ikisində var. Mən bunu çıxardıram. N çıxılsın, daha doğrusu n çıxılsın 3 hər ikisində var. Çıxardıram, qalır əbob n üstəgəl 3 n üstəgəl 4 bərabərdir 15'e. N üstəgəl 3 və yenə n üstəgəl 4 ədədləri ardıcıl natural ədədlərdirlər deyə onlar qarşılıqlı sayda olacaqlar. Yəni əboblar 1 olacaq. Onda alacağım ki n çıxılsın 3 bərabərdir 15 və n bərabərdir 18. N-in qiymətini tapdım 18. Gətirib yerinə qoyuram. Əkob 18 çıx 7 faktorial, yəni 11 faktorial və 18 vur 2 üstü gəl 1, 37 faktorial. Bu bərabər olacaq 37 faktoriala. Niyə? Çünki 37 faktorialı biz 11 faktorial vurulsun 12 vur 13 vur 14 ta ki 37'ye kimi bu ədədlərin hansı kimi göstərə bilərik. Yəni 11 faktorial bunun içində var zaten. Ona görə əköb 37 faktorialdır. Bizə deyir ki, bu ədədin son rəqəmini tapın. 37 faktorialın son rəqəmi. 37 faktorial 1 vur, 2 vur, 3 vur, 4 ta ki 37 kimi ədədlərin hasilidir. Burada arada 10 var deyə, yəni sonu digər ədədlərə baxmayaraq sonu 0 ilə bitəcək. Sonu 0 olacaq. Ona görə də doğru cavabımız olacaq 0. 41. Gəlir 51-ci sual. Deyir ki, deməli A parametrinin müsbət qiymətində verilən bu ifadə əbob bərabərdir AK-16 olarsa, tənliyin yeganə həlli olarsa, əkö bu ifadəni tapın. Yenə əbobu saxlayıram. K kubu çıx 27'nin yerinə K çıxılsın 3 vurulsun K kvadrat üstəgəl 3K üstəgəl 9 yazıram. Və digər tərəfdəki K kvadrat üstəgəl 3K üstəgəl 9'da olduğu kimi saxlayıram. Bu bərabərdir AK çıxılsın 16'ya. Baxın K kvadrat üstə gəlinsin 3K üstəgəl 9'u çıxardıram.
Qalır əbob k çıxılsın 3 və 1 bərabərdir AK çıxılsın 16. Burada K'nın hansı qiymətinə asılı olmayaraq əbob 1 və K çıxılsın 3 ədədi aydın məsələdir ki, bizə 1-i verəcək. Onda alacağım ki, K kvadrat üstə gəl 3K üstə gəl 9 bərabərdir AK üstə gəl, daha doğrusu çıxılsın 16. Və mənə deyir ki, bu tənliyin yeganə həlli var. Kvadrat tənliyidir. Mən bunu bu şəkildə yaza bilərəm. K kvadrat üstə gəlinsin 3 çıxılsın A vurulsun K üstə gəlsin 25 bərabərdir 0. Bu tənliyin yeganə həlli olması üçün diskriminant bərabər olmalıdır 0-a. Diskriminanta baxaq. B kvadrat, yəni 3 çıx A-nın kvadratı çıx 4AC. 4 vur 25 bərabərdir 0. Onda alaram ki, 3 çıx A-nın kvadratı bərabərdir 100-ə. Yəni 3 çıxılsın A bir dəfə bərabər olacaq 10-a. Bir dəfə də bərabər olacaq mənfi 10-a. Onda alacağım ki, deməli, A bərabərdir mənfi 7, A bərabərdir 13. Biz müsbət qiymət axtarırıq deyə A-nı 13 götürürəm. Və verilən ifadəni tapmaq üçün K-nı tapmalıyam. Deməli, mənim əlimdə var K kvadrat, üstə gəlinsin 3 çıx A, 3 çıx 13, mənfi 10. Ona görə yazıram çıx 10K, üstə gəl 25, bərabərdir 0. Buradan da alıram ki, K çıx 5-in kvadratı bərabər 0, yəni K bərabərdir 5. K 5-dir, A 13-dür. Əkob. A çıxılsın K, 13 çıx 5, 8. A üstə gəl K, 13 üstə gəl 5, 18. Hər ikisi bölünür 2-yə, 4, 9. Qalır, deməli, hasili bizə verəcək 72. Deməli, bu əkob ifadə bərabər olacaq 72-yə. Keçək 52-ci suala. Doğru cavabımız 72, yəni. 52-yə A, B və C natural ədədləri üçün 15A bərabərdir 6B bərabərdir 8C olarsa, əkob bu nisbəti tapın. Əkob böl əbob. Deməli, bunların hər birini birinci eyni dəyişənlə ifadə eləyək. Baxıram 15, 6 və 8. Bunların əkobu neçə eləyir? 15 3 vur 5 kimi göstərirsək, 6-nı 2 vur 3 kimi, bu 4-ü də 2 üstü 3, 8 daha doğrusu 2 üstü 3 kimi göstərsək, deməli biz burada götürəcəyik 3, 5 və 2 üstü 3 ədədlərini. Əkobu bizə verəcək 8 vur 5, 40, 40 vur 3, 120. Bu ədədlərin əkobu 120-dir. Ona görə mən bunların hər üçünü 120K-ya bərabər qoyuram. Onda A bərabər olur 120K bölünsün 15, yəni 8K. B bərabər olur 120K bölünsün 6, yəni 20K. C də bərabər olur 120K bölünsün 8, yəni 15K. A, B, C-ni hamısı eyni dəyişənə ifadə elədim. İndi baxaq. Əkob. A üstə gəl B 28K və 5 çıxılsın C 5K bölünsün əbob C çıxılsın A 15K çıx 8K 7K və C plus A 15 8 23K. Deməli mən buradan K-nı hər ikisində çıxarda bilərəm. Əkob 28 5 bölünsün K vurulsun əbob 7 23. 7 ilə 23 qarşılıqlı sadə ədədlərdirlər deyə bu verəcək bizə 1. Qalar ixtisar gedir. Qalır əkob 28 5. Bunlar qarşılıqlı sadədirlər deyə əkob olacaq onların hasili. Yəni 140. Yəni cavabımız olacaq 140. Baxaq 53-cü suala. 53. 53-də nə deyir? 2A üstə gəl 3 və 3B üstə gəl 2-yə qarşılıqlı sadə ədədləri üçün deməli 2A üstə gəl 3 və 3B üstə gəl 2 qarşılıqlı sadə ədədləri üçün 22A üstə gəl 19 bərabərdir 21B olarsa A və B natural ədədlərinin cəmini tapın. Baxın, bu ədədlər qarşılıqlı sadədirlər. Qarşılıqlı sadə ədədlər, yəni onların başqa ortaq vuruğu yoxdur. İndi mən burada 22-ni görürəm. Bunu bu ifadədən alacağım. Belə deyim də, biz 2A üstə gəl 3 və 3B üstə gəl 2 arasında bu bərabərlikdən istifadə edərək bir asıllıq qurmalıyıq. Yəni 2A üstə gəl 3-ün hər hansısa misli bərabərdir 3B üstə gəl 2-nin hər hansısa misli. Həmin o ifadəni sadələşdirəndə 22A üstə gəl 19 bərabərdir 21B bərabərliyini almalıyıq. Ona görə biz indi o misilləri axtarırıq. Bu 22A yalnız 2A-nı 11-ə vurmaqla əldə oluna bilər də. Ona görə də mən bunu 11-ə vursam, alıram 22A üstə gəl 33
Üstəgəl 19-da axı ifadənin qiymət dəyişməsində çıxılsın 14 yazıram. Yəni 22A üstəgəl 33 çıxılsın 14 bərabərdir. 21B-də bunu 7-yə vuraraq alınır da, düzdürmü? Yəni 3B üstəgəl 2-ni 7-yə vursam 3B vur 7, 21B-ni verəcək. Ona görə yazıram 21B 7-yə vuranı burada nə alınır? 7 vur 2 üstəgəl 14. Bu 14-ü özümdən yazmışam axı sağ tərəfə. Ona görə çıxılsın 14-ü də əlavə edirəm ki, ifadənin qiyməti dəyişməsin. Baxın bir dənə bura. Bu -14, -14 hər iki tərəfdən geçsə, alıram ki 22A üstəgəl 33 bərabərdir 21B üstəgəl 14. Və ya başqa sözlə 11 vurulsun 2A üstəgəl 3 bərabərdir 7 vurulsun 3B üstəgəl 2. Baxın indi bura 2A üstəgəl 3 və 3B üstəgəl 2 qarşılıqlı sadə ədədlərdir. Onların heç bir ortaq vuruğu yoxdur. Deməli biz yaza bilərik ki 2A üstəgəl 3 bərabər olmalıdır 7-yə və 3B üstəgəl 2 də bərabər olmalıdır 11-ə. O zaman bundan istifadə edərək alırıq ki 2A bərabərdir 4, yəni A bərabərdir 2 və 3B bərabərdir 11 çıx 2, 9, B bərabərdir 3. A bərabər 2, B bərabər 3. O zaman bunların cəmi bizə verəcək 5. Yəni doğru cavabımız olur 5. Baxaq. Bunlar çıxarılan suallardır. Bitti bu qədər. Başqa bir fərq yoxdur. Beləliklə videonu sonlandırıram. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti video izahlarımızda görüşənədək.